Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Əmmə bə'd və selamu aleykum və rahmetullahi və barakatuh. Əziz qardaşlar, qiyamətin böyük əlamətləri mövzumuza davam edirik. Və növbəti mövzu isə məsələ, deməli, qiyamətin başqa böyük əlamətlərindən biri də İsa aleyhisseləmin yer üzərinə enməsidir. Hansı ki, bu barədə Allah subhanahu wa ta'ala buyurur ki, Nisa suresinin 157. ayəsində və qavlihim innə qətəlnəl məsihə İsə ibn Məryəm Rasuləllahi və mə qətəluhu və mə salabuhu və ləkin şubbihə ləhum. Allah təala buyurur ki, onlar dedilər ki, yəni biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük. Yəni bu Yahudilərin gətirdiyi məsələdir, hansı ki, Yahudilər onu öldürməyə çalışmışdılar. Amma Allah subhanahu ta'ala buyurur ki, وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَكِنْ شُبِّهَ لَهُمْ. Onlar, halbuki onlar, Yahudilər, onu nə öldürdülər, nə də çarmıha çəkmədilər. Yəni onlara deyir, ancaq İsa aleyhisseləmin bənzəri göstərildi. Və bu barədə də iki rəvayət var, hansı ki, birinci rəvayətdə İsa aleyhisseləmin özünün deməli, havarilərinə deməsi ki, kim mənim yerimə, yəni onlar məsəl üçün İsa aleyhisselamı öldürməyə gələndə, kim mənim yerimə özünü fəda etmək istəyərsə, Allah subhanahu wa ta'ala qiyamət günü onu mənimlə bir dərəcədə, bir mənzilədə edər. Və başqa rəvayətdə də, Allahu ələm, gəlir ki, deməli, hansı ki, İsa aleyhisselam yanında olub, onun yerini deyən, casusluq edən birini Allah subhanahu wa ta'ala ona oxşatmış, İsa aleyhisselamı isə öz qatına qaldırmışdır və bunun qaldırılmasının keyfiyyətini də yalnız Allah bilir. Və Allah subhanahu wa ta'ala bu barədə yenə də buyurur ki, yəni hansı ki bunu söylədilər, bu İsa, yəni İsa Məsih öldürülməsi barədə Yahudilər dedilər ki, biz onu öldürdük. Lakin Allah Teala deyir ki, və innellezîne ixtelefu fihi lefi şekkin minhu. Allah Teala yenə buyurur ki, şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şək şübhə içindədirlər. Yəni hətta öz aralarında belə biz onu öldürdükmü, öldürmədikmi deyə şək şübhəyə düşmüşdülər. Və yenə də Allah Teala ayənin başqa ayədə buyurur ki, "Bər rafa'ahullahu ileyh." Və Allah subhanahu ta'ala onu öz tərəfinə qaldırmışdır. Və kânəllâhu əzizən həkimə. Allah Teala qüdrətlidir və hikmət sahibidir. Və İsa aleyhisselamın endirilməsi, qardaşlar, və bu deməli Yahudilərə, alimlər buyurur ki, bunun özü Yahudilərə rəddiyədir və qiyamət günü endirilməsi Yahudilərə rəddiyyə. Niyə görə? Çünki onlar iddia edirlər ki, biz onu öldürdük. Və İsa aleyhisselam bir rəvayətə görə 2 il, başqa rəvayətdə isə 40 il dünyada qalacağı qeyd olunur və deməli İsa aleyhisselamın enilməsi Mənaratul Beyda deyilən yer var, yəni Diməşqdə Ağ minarə deyirlər ona, Mənaratul Beyda, Ağ minarənin üzərinə enir və endiyində də görəcək ki, insanlar, möminlər namaz qılırlar, yəni namaz qılmağa hazırlaşırlar. Və deməli, namaz qılmağa hazırlaşanda, yəni iqamə verilir və insanlar görürlər ki, İsa aleyhisselamdır və onu imamlığa dəvət edirlər. Və İsa aleyhisselam imtina edir. Və kimin üçün iqamə verilmişdirsə, onun namaz qıldırmasını onlara deyir və möminlərdən bir nəfər namaz qıldırır. Və İsa aleyhisselam da ona tabi olur. Və bu da onu göstərir ki, qardaşlar, İsa aleyhisselam yer üzərinə endiyində Muhammed sallallahu aleyhi və səlləmin şəriəti ilə insanlara hükm edəcək, o şəriətinə uyğun olaraq namaz qılacaq, o şəriətə uyğun olaraq həc, ümrə və s. edəcək. Və bundan sonra isə İsa aleyhisselamın Dəccalla qarşılaşması var və hansı ki, bu qarşılaşmadan sonra Dəccal gördükdə ki, yəni İsa aleyhisselamı gördükdə Peyğəmbər sallallahu aleyhi ve sellem vəsf edir ki, duzun suda əridiyi kimi əriyəcək və qaçacaq.
duzun suda əridiyi kimi əriyəcək və qaçacaq. Və İsa əleyhissalam Dəccalı Bəbul-Luddə deyilən yerdə, yəni Beytül-Məqdis, deməli Quds yaxınlığında Dəccalı tapacaq və onu nizə ilə öldürəcək. Və öldürdükdən sonra da həmən ona tabe olan və digər insanları da həmən İsa əleyhissalam qanını göstərəcək və yəni bir mənada ki, yəni bu idi sizin Rəbb dediyiniz hansı ki həlak oldu. Və sonra möminlər də deməli Dəccala tabe olan Yahudiləri, yəni onları öldürməyə başlayacaqlar və elə ki hər şey dilə gələcək. Hansı ki bu rəvayətlərdə gəlir ki, yəni hər şey onlar qaçıb gizləndikdə hər şey dilə gələcək ki, Allahın izni ilə, yəni mənim arxamdadır Yahudi, gəl öldür. Ey mömin, Yahudi mənim arxamdadır, gəl öldür. Yalnız bir dənə ağac var ki, ona deyirlər, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, Qarqat ağacından başqa. Yəni o dillənməyəcək. Və niyə görə də? Çünki o Yahudilərin ağacı sayılır və bu gün Filistin cəmaatının deməli dediklərinə görə Yahudilər fikir verin, bəzən görürsən, yəni İslam'a inanmayan, İslam'a rəddiyə verən, onunla döyüşən elə bir firqələr var ki, bəzi müsəlmanam deyənlərin hədisə olan imanlarından daha çoxdur. Yəni daha artıq hədislərə inanırlar. Onlar çünki bilirlər ki, bunlar yəni boşuna deyilmiş sözlər deyil. Yəni hansı ki Filistin cəmaatı rəvayət edir ki, onlar deyir o qarqat ağacını daha çox əkirlər o İsrail torpaqlarında. Hansı ki ora İsrail torpaqları deyil. Vallahu ələm. Və qardaşlar, son olaraq İsa əleyhissalamın emməsində olan hikmətlər, hansı ki bunun elə ən böyük hikməti Yahudilərin bu yəni iddialarının yalan olmasıdır. Hansı ki onlar ayədə də qeyd elədik. Onlar deyirdilər ki, biz deməli İsa Məsihi öldürdük. Və bu hədisdə deməli qeyd etdiyimiz kimi İsa əleyhissalamın emməsi haqqında olan hədislər Tabar rahimehullah və həmçinin deməli müasirlərdən Əhməd Şakir, Şeyx Əlbani rahimehullah yəni qeyd edirlər ki, bu hədislər İsa əleyhissalamın emməsi barədə olan hədislər mütəvatir səviyyəsindədir. Mütəvatir səviyyəsindədir. Yəni o hədislərin gücü ən güclü olanlardandır. Ən güclü olan da olsun, Allah bilir. Subhanakallahumma və bihamdike, əşhədu an la ilahe illə ente, estəğfiruke və etûbü ileyk.